Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizlərə Biləcəri qəsəbəsində DSK yolunda Nurlu Yaşayış Masivi adlanan ərazidə 2.3 sotun içərisində 4 otaqlı belə bir həyət evimizin satışını təqdim edəcəm. Hörmətli izləyicilər, videonun dəqiqələrə sizlərə evin qiymətini təqdim edəcəm. Zəhmət olmasa videomuzu sonuna kimi izləyin. Kimin nə sualı olsa videonun üzərində nömrəmiz olacaq, bizlə əlaqə saxlaya bilər. Qeyd elədiyim kimi 4 otaqdır, 2.3 sotdadır. Buyurun, baxın, həyəti yetərincə genişdir. Bura yan tərəfi aralıdır, yəni bitişik deyil qonşuya. Bura evin aşağı hissəsidir. Kim istəsə gələcəyinə buranı təmir eləyib, birinci mərtəbə kimi istifadə eləyə bilər. Ev qoşadaşdır, çox keyfiyyətli tikilib. İndi daxil oluruq evin içəri hissəsinə. Gördüyünüz kimi kürsülüdür, yetərincə kürsülü, təxmini 10-12 daş üzərindədir. Rahat şəkildə 2 maşın daxil ola bilər və əlavə ağac əkmək üçün yer qoyulub. Çox gözəl ərazidir, qapının ağzına kimi asfalt küçədir, sayğacların hər üçü də var. İndi daxil oluruq evin içəri hissəsinə. Bura qonaq otağı, vitraj pəncərədir. Aboylar hamısı zövqlə seçilib. İndi daxil oluruq mətbəxə. Dəhlizi də yetərincə böyükdür. Kombi sistemi çəkilib, sadəcə aksesuarlar qalıb. Müəyyən işlər var ki, görüləsi, onlar da görülüb tam təmirli şəkildə müştəriyə veriləcək. Hörmətli izləyicilər, bizim əlimizdə yetərincə satışda evlərimiz var. Yəni, Biləcəri ərazisində nə istəsəz, köməklik göstərə bilərik. Bura isə hamam otağı, aksesuarlar hamısı quraşdırılıb. Hörmətli izləyicilər, evimizin start başlanğıc qiyməti 110 min manatdır. Sənəti bələdiyyə qərarıdır, arxiv arayışı var. Kimin nə sualı olsa bizlə əlaqə saxlasın. Qiymət barəsində də real alıcıya evə gəlib baxdıqdan sonra yerindəcə endirim olunacaq. Yerləşdiyi ərazi çox gözəl ərazidir, qətiyyən nəmişlik olan yer deyil, hündür yerdir. Mərkəzi küçəsi asfalt olan küçədir.